Azərbaycanın dövlət müstəqili hər şeydən üstündür. Bugün Azərbaycan zəfər qüruruyla müstəqillik gününü qeyd edir. Artıq müstəqillik tariximiz işğaldan azad olunan torpaqlarımızda da təntənə ilə keçirilir. Ərazi bütövlüyünü bərpa edən dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisidir. 1918-ci il mayın 28-də ölkəmizdə ilk demokratik respublika yaranır və Azərbaycan müstəqil dövlət olur. Sizdir ki bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prensipini və insan haqlarını tutan tərəf qalıb gələcəkdir. Sən bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa. Ey şanlı Azərbaycan! Bu respublika Azərbaycanlıların tarixi yaddaşında müasir dövlətçiliyimizin ilk təcrübəsi kimi iz qoyur. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyavi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli xan Xoyski olur. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülür. Yalnız 1918-ci ilin sentyabrında Türk ordusu və Azərbaycan Müsəlman Korpusunun rəhbərliyi ilə Bakı daşnaq bolşevik qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçür. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə eləyir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət, o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, iqtisadi islahatları müstəqil Azərbaycan Cümhuriyyəti təmin eləyir. Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olur. 1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının 3 rəngli bayrağı qəbul edilir. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti 2 yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq müvəqqəti olaraq devrilir. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil eləyir. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq istiqlal ideyası yenilənir və 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan eləyir. Bugün 44 günə zəfər yolunu şərəflə, qürurla keçən, yeni tarixini qanı ilə yazan müstəqil Azərbaycan bayrağını ən uca zirvələrdə dalğalandırır.